Valideynlər və yaxud da uşaqların qanuni qəyyumları deməli MyCulture şəxsi kabinetinə daxil olaraq həmin deməli kabinetdə məktəb və ixtisas seçimini edəcəklər. Bildirmək istəyirəm ki, deməli hər şagird 3 ixtisas seçə bilər və seçdiyi hər ixtisas üçün də 2 məktəb seçə bilər. Şagird qəbulunda bizim əsas belə deyək, diqqət etməyimiz gərəkən hissə ondan ibarətdir ki, hər ixtisas üçün müxtəlif yaş kateqoriyaları vardır, yaş aralıqları vardır və bu xüsusilə diqqət edilməsi zəruri bir məsələdir. Çünki deməli həmin yaş aralığını ödəməyən şagird həmin ixtisasa qəbul ola bilməyəcəkdir. Yəni bunu da sistem avtomatik şəkildə, elektron şəkildə deməli həyata keçirir və qaydalara uyğun olaraq təyin etmə, yəni yerləşdirmə prosesi aparılır. Şəxsi kabinetdə ixtisas və məktəb seçimi valideyn tərəfindən təsdiq olunduqdan sonra məktəbə və yaxud da valideynin mobil telefonuna SMS daxil olur. Həmin mesajda şagirdin hansı məktəbə və hansı ixtisasa qəbul olunduğu ilə bağlı məlumat verilir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təsdiq etdiyi qəbul planına uyğun olaraq proses aparılır və deməli imtahan balı ən yüksək olan şagirdlərdən, yəni ən yüksəkdən ən aşağıya doğru qəbul planındakı say həddinə uyğun olaraq yerləşdirmə, belə deyək, proses bu şəkildə yəni həyata keçirilir. Və deməli artıq bildiriş gəldikdən sonra isə deməli, valideyn yenə də şəxsi kabinetə daxil olaraq övladı ilə bağlı sağlamlıq haqqında arayışı ora qeyd eləyir və xarici ölkə vətəndaşları da, yəni müvafiq sənədlər ki var, onları həmin sistemə daxil edərək artıq həmin məktəbdə rəsmi şəkildə qeydiyyatdan keçmiş sayılır. Seçim mərhələsində iştirak edən şagirdlərimizə uğurlar arzusuyla Adilə Səfərova, Azər Həsənov, NTV Xəbər.